Peyğəmbər sallallahu zövcələrinə, diluzladan baş salmaq lazımdır ki, qardaş, bu onun zövcəsi olub, boşamayıb. Məsələn, Ayşə radiyallahu anh boşamayıb. Onun zövcəsidir. Kişi hətta boşanmış qadınla nəsə danışsalar, xoşuna gəlməz. Hər adamın qeyrəti var axı. Yəni, biz kimin arada olub? Peyğəmbər sallallahu aleyhi ve sellemin. Özü bunu boşamayıb. Və qiyamət gündə o hovuz olacaq, hovuz, Peyğəmbər sallallahu hovuzu, qablar olacaq, sərin su, o dəhşətli istidə, günəş yaxınlaşacaq çox, tər bürüyəcək hamısın, hər kəsin əməlinə görə tər olacaq, batacaq onun içində, hələ məqamda bir dənə hovuz olacaq orada, su. Və Peyğəmbər salsan suyu. Peyğəmbər salsan hovuzun başında oturub. Sərin, ləzzətli, təsəvvür edə istidə çıxsan, görün də orada necə vəziyyətdir. Təsəvvür olunmayan qədər. Tutaq ki, kim ki dil uzadır Peyğəmbər salsan zövcəsinə. Peyğəmbər salsan deyəcək, hə, gəl qardaş, əla danışır da mənə yoldaşım barədə. Deyəcək, bərəkallah. Yəni, heç olmasa, deyəndə bir fikirlər, sən kimdən danışsan? Bunu belə başa salmaq lazım, daha başqa cür necə başa salaq? Heç olmasa, bəlkə qorxdu Allahdan, başqa cür qorxmurdu. Bəlkə, yəni, çoxsu da, onlar da məlumatlar düzgün çatdırma, anladılıb. Ona görə onun nəticəsində hamısı. Lakin,